16 sualda bizə şəkil verir. Düzbucaqlı, üstbucaqlı. Bir şeyi ACB düzbucaqlı, üstbucaqlı. C90 dərəcədir. AO OB-yə konqruentdir. Buradan O'dan uşaqlar müstəviyə, daha doğrusu O'dan perpendikulyar qaldırmıyor. OK perpendikulyar. KS 10'dur. KS. KS birləşdirdik. Bura 10'dur. KO 8'dir. Bir ABC üstbucağının xaricinə çəkilmiş dairənin sahəsi tapır. Bu müstəvi üzərində olan ABC üstbucağının xaricinə çəkilən dairənin sahəsini istəyir. Dairənin sahəsi pi kvadratı. Bizə radius lazımdır uşaqlar. Bilirik ki, düzbucaqlı üstbucaqda xaricə çəkilən çevrənin mərkəzi düz hipotenuzun ortasına düşür. Yəni bu hipotenuz diametrə bərabərdir. Digər tərəflərində bizə AO-nun OB-yə bərabərliyi verir. Yəni o nöqtəsi düz mərkəz nöqtədir. O nöqtəsi mərkəz nöqtədirsə, demək biz müstəvi üzərində olan ABC üstbucağının C nöqtəsi ilə O nöqtəsini birləşdirsək, bu olacaq median. Aydındır, median. İndi digər tərəfdən də OK müstəviyə çəkilmiş perpendikulyar olduğuna görə buradakı bucaq 90 dərəcə. Baxın elə, o bucaq 90 dərəcə. Onda 10'un kvadratından 8'in kvadratını çıxanda neçə qalacaq? 6. Bu da elə radiusa bərabərdir. Çünki hipotenuz 12 olacaq, yəni radiuslar 6 olacaq. Dairənin sahəsi də pi kvadrat, yəni 36 pi olacaq. Aydındır. Növbəti 18-ci suala baxın. 18-də bizə deyir A nöqtəsindən alfa müstəvisinə AC və AD maillər seçin. Demək A nöqtəsindən 2 dənə mail çəkilir. AC və AD mailləri. Burada bir. Deyir ki, ACB 60 dərəcədir uşaqlar. ACB bucağı 60 dərəcədir. Onda buradakı bucaq nə qədər olacaq? 30 dərəcə qarşısında çox. Digər tərəfdən AC-ni 10 verir. AC 10'dursa uşaqlar 30 dərəcə hipotenuzun yarısı. Hipotenuzun yarısı. Yəni bu bölgəsi, proyeksiyası 5'dir. 60'ın qarşısında duran tərəfdə 5 köşdüyüsü olacaq. Bizdən BD-ni də köşdə 6 verir. Bunda bir dənə də Pifagor teoremi buna tətbiq edirəm. AD-nin kvadratı bərabərdir 5 köşdüyüsün kvadratı üstə gəlsin köşdə 6'nın kvadratı. Bu deyəcək nə qədər? 75 üstə gələ 6. 81. Onda AD olacaq 9. Aydındır, demək AD tərəfimizdə olacaq 9 olacaq. Sonra 20-ci sual qalır. Diagonalın 8 cm olan düzbucaqlının müstəvisinə aid olmayan nöqtə onun bütün təpələrindən nəmin deyəsin ona. 64 sual. Bütün təpələrindən 5 cm məsafədədir. Uşaqlar, demək düzbucaqlının müstəvisinə aid olmayan nöqtələr. Düzbucaqlının müstəvisinə, ümumiyyətlə düzbucaqlının təpələrindən bərabər məsafədə olan nöqtələr Tən ortada. Mütləq diagonalların kəsişmə nöqtəsindən keçməlidir. Həmin düz xətt boyunca istənilən təpədən bərabər məsafədə olacaq. Bizə deyir ki, müstəvisinə aid olmayan nöqtədən onun təpələrindən 5 cm məsafədədir. Bu nöqtədən bunun bütün təpələrinə qədər məsafələr 5'dir. Bir dənəsini çəkirəm, üçbucağı tamamlayaq deyə. 5'dir. Diagonal da 8'dir. Biz də bilirik ki, düzbucaqlı diagonalları kəsişmə nöqtəsində yarıya bölünür. 8'dən neçə düşəcək? 4. Bu da düzbucaqlının müstəvisinə aid olmayan perpendikulyar qaldırılıb deyə onda Pifagor teoremi tətbiq edəcək. 5'dir, 4'dür. Bura olacaq nə qədər? Bizdən də onu soruşur. Deyir ki, müstəviyə qədər olan məsafəni tapılır. Aydındır. Ümumiyyətlə burada paralel, məsələn kvadratlı düzbucaqlı deyəndə paralelogram kimi götürülür. Bəli, bütün müstəvi demək fəza fiqurlarında, fəzada ümumiyyətlə müstəvinin üzərində hər hansı bir tutaq ki, bu partiya mən biraz qıraqdan baxanda bunun tam olduğu vəziyyətdə görməyəcəm. Aydındır. Gərək mən bunu olduğu vəziyyətdə o vaxt görərəm ki, düz bunun mərkəzini üstdən baxın buna. Üstdən görünüşdə fiqur olduğu kimi görünür. Qıraqdan baxanda ümumiyyətlə biz məsələn adi lövhəyə baxanda mən gördüyümü çəksəm düzbucaqlı çəkə bilməyəcəm. Aydındır. Demək, bütün fiqurları paralelogram kimi çəkirsiniz, amma göstərirsiniz də. Tutaq ki, mənə deyir kvadrat çəkilib. Mən onu paralelogram kimi çəkirəm, 90 dərəcəsini qoyub, bir də tərəflərin bərabərliyini qoyuram. Artıq biz bilirik ki, bu kvadratdır. Aydındır. Ya şərtdə görsənməlidir o.
Yəni ABCD kvadratı. Sən özün əgər bu şəkili sən özün çəkirsənsə, sən artıq bilirsən də bu nədir. Amma tutaq ki, imtahanda açıq tipli suala bu şəkli çəkəndə ya şəklin üstündə qeyd eləməlisən, ya da ki, orada qıraqda qeyd eləməlisən ki, ABCD kvadratdır. Aydındır? Buna məsələn bu formada çəkdirsə, əlavə heç nəyə ehtiyac Mən yoxdur. evdə şəkil çəkə bilmirdim. Telefonu qoyurdum, üstünə ruçka qoyub həll edirdim. Olar, məsələn fəza fiqurlarına aid misalları həll edəndə uşaqlar otaqdan da istifadə edə bilərsiniz. Nə bilim qələmdən, əlindən fərq eləmir. Elə misallar var, mən də onu həll edəndə otaqdan göstərirəm. Aydındır? Yəni fərqi yoxdur, orada mütləq şəkil çəkib həll etməlisən. Elə misallar var, şəkil çəkmək vacib deyil. Aydındır? 22. Bizə yenə 22-də şəkil verib, artıq bundan bir dənə həll eləmişik. Bax, eyni bu şəkildir. Uşaqlar, baxın bir dənə 18 ilə 22 eyni şeydir. Baxarsın ona. 18 ilə eyni. 22-ci şəkillər uşaqlar. 30 dərəcə var. 30 dərəcə burada qaçdın kat et. Hipotenuzun yarısı. Bundan istifadə edəcəksiniz. Bir dənə də Pifagor əlavə. 29. Müstəvi xaricində nöqtədən müstəviyə uzunluqları 5-8-10 2 mayl çəkilmişdir. Demək olar. Müstəvi xaricindəki nöqtə. Fərz edirəm ki, bir dənə müstəvi budur. Uşaq müstəvini parallelogram kimi də çəkə bilərsiniz. Yəni dalğalı bulut kimi də çəkə bilərsiniz. Məsələn, müstəvi xaricindəki nöqtə, bir dənə burada nöqtə götürürəm. Deyir, müstəviyə uzunluqları 5-8-10 2 mayl çəkilir. Uşaq, burada müstəvi xaricində nöqtədə müstəviyə 2 dənə mayl fərqli formalarda çəkilə bilir. Ya ikisi də belə deyək. Bu formada çəkilə bilər. İkisi də yana. Biri bu tərəfə çəkilər, biri bu tərəfə. Aydındır. Ya da nə bilim, biri qabağa çəkilər, biri bu da qabağa, ya biri arxaya belə. Müxtəlif formalarda çəkilə bilər. İndi şərtə baxaq, görək nə deyir. Bizə deyir ki, müstəvi xaricindəki nöqtədən müstəviyə uzunluqları 5-8-12 mayl çəkmişdir. Kiçik maylın bu müstəvi üzərində proyeksiya 4 olarsa, böyük maylın həmin müstəvi üzərində proyeksiyasını tapır. Burada önəmi yoxdur. İstənilən tərəfə çəkə bilər inşallah. Biz sadəcə burada Pifagor teoremindən istifadə edəcəyik. Bir dənə nöqtədən çəkilibsə, birini çəkirəm bura, birini də bu tərəfə çəkirəm. Mənim məsələn bu biraz uzundur. Uşaqlar, bir nöqtədən müstəviyə neçə dənə perpendikulyar çəkmək olur? Bir dənə. Bir dənə. Demək perpendikulyar endirdim bura. Fərz edirəm ki, buradadır. Bu maylın uc nöqtəsini də bundan birləşdirəm, bunun da uc nöqtəsini bundan birləşdirəm. Burada perpendikulyarlar yaranır. Çünki bunu əgər perpendikulyar qəbul etmişəmsə, ora hansı xətt birləşsə, orada 90 dərəcə yaranacaq. Aydındır. Təsəvvür mən bir dənə bunu perpendikulyar tutmuşam. Hansı xətti gətirib bura birləşsək, uc nöqtəsi ilə birləşsək düzbucaqlı tutaq yaranacaq. Hansı istiqamət olur olsun, fərq eləmir uşaqlar. İndi əgər bizə uzunluqların 5 və 8 vermişdirsə maillərin, mailin birinin proyeksiyası, kiçiyin proyeksiyası 4-dürsə, Pifagor teoremindən istifadə edib, onda perpendikulyarın uzunluğunu 3 taparıq. Onda böyüyün proyeksiyasını buradan Pifagor teoreminə görə tapa bilərik. X kvadratı bərabərdir, 8-in kvadratı çıxılsın, 3-ün kvadratı. 64 çıxılsın 9. Bu da nə qədər eləyəcək? 55. 55. Onda x bərabər olacaq kök altında 55. Aydındır. 32. ABCD düzbucaqlısının müstəvisinə qaldırılmış perpendikulyarın uc nöqtəsindən düzbucaqlının təpələrinə qədər məsafələr bərabərdir. Sonra demək ki, düzbucaqlı müstəvisinə qaldırılmış perpendikulyarın uc nöqtəsindən təpələrə qədər məsafə bərabərsə, demək həmin o perpendikulyar düz diaqonalların kəsim nöqtəsindən keçir. Baxın elə, diaqonalların kəsim nöqtəsi. Çünki buradan təpələrə qədər məsafə bərabər ola bilər. Qalan başqa yerdən qaldırılmış perpendikulyarlarda məsafələr bərabər olmaz. İndi bu da məsafələr bərabər olub və 13-dür uşaqlar. Yenə bura yazıram 13. Düzbucaqlının tərəfləri 6-8-dir uşaqlar. 6-8 isə bu düzbucaqlı daxı diaqonal D kvadratı bərabərdir A kvadratı B kvadratı. Pifagor teoremi tətbiq eləyərəm. 6-ın kvadratı 8-i 10 eləyər. 10 da yarı bölünəndə nə qədər düşəcək? Düzbucağın diaqonalları bərabərdir. Yəni orada fərq yoxdur. Bura 5 yaza bilirik. İndi deyim görüm burada Pifagora görə 13 olur. İşte 12 olacaq. 13-in kvadratından 12-in kvadratı, 5-in kvadratını çıxarıb, burada 144 eləyər, 12 çıxar. Aydındır. Yəqin ki onu istəyir də burada. Perpendikulyarımız olmalı 12. 34. Müstəvidən yenə 8 desmin məsafədə olan nöqtədən müstəviyə uzunluğu 16 olan mayl çəkilmişdir. Perpendikulyarın mayl üzərində proyeksiyasını basandır uşaqlar. Demək yenə müstəvidən deyir 8 desimetr məsafədə olan nöqtə. Yəni oraya endirilən perpendikulyar nə qədərdir? 8. Deyir uzunluğu 16 olan mayl çəkilir. Bizdən proyeksiya, onda burada 8 varsa 16 varsa demək 30 dərəcə bucaq var. 30 dərəcə bucaq qarşısında qaçı 8 isə onda 60-ın qarşısında duran nə qədər olacaq? 8 köşkür. Bizdən deyir proyeksiyasını tapın. Onda bizə deyir ki
Mail perpendikulyarın mail üzerinde. Ha yok, bunu istemiyoruz bizden. Perpendikulyarın mail üzerindeki proyeksiyası. Biz bura perpendiküler indireceğiz. Perpendikulyarın mail üzerine düşen proyeksiyası var, bizden buranı istəyir. Aydındır. Burada necə tapılır? O A kvadratı MC düsturu var idi. Düzbucaqlı üstbucaqda biz o düsturdan istifadə edirdik. Düzbucaqlı üstbucaqda AB, C idi. Buradan perpendiküler indiriləndən sonra MN yazmışdıq. B kvadratı MC, A kvadratı NC. Oradan da tapa bilərik, belə də tapa bilərik. Problem deyil. Buradan da tapmaq olur. Bura məsələn bucaq 60 dərəcədir. Bura nə qədər qalır? 30 dərəcə. 30 dərəcə bucaq qarşısında duran kater hipotenuzun yarısı. Oradan tapa bilərik. Və yaxud da ki, yəni buradan x'in 4 olduğunu tapırıq. Digər tərəfdən də bu dediyim düsturla B kvadratı MC düsturu. Yəni 8-in kvadratı bərabərdir. X vurulsun 16. 64 bərabərdir 16x. Buradan x'in neçə olduğunu tapırıq? 4 olduğunu tapırıq. Aydındır. Bax diqqətli olun. Deyir perpendikulyarın mail üzərinə düşən proyeksiyası. Söhbət perpendikulyarın proyeksiyasına. Perpendikulyarın müstəvi üzərinə düşən proyeksiyası 0 olur. Yadınızda qalsın. Əgər perpendikulyarın proyeksiyasından danışırsa, demək müstəviyə düşmür bu. Çünki müstəviyə düşəndə perpendikulyarın proyeksiyası olmur. Maillərin proyeksiyası olur. Aydındır. Ümumiyyətlə, parçanın müstəvi üzərinə düşən proyeksiyası ən çox paralel dayananda olur. Yavaş-yavaş mail olduqca kölgə azalacaq, proyeksiya azalacaq. Gəlib perpendikulyar dayananda proyeksiya olacaq 0. Aydındır uşaqlar. Demək, perpendikulyarın müstəvi üzərinə düşən proyeksiyası olmur. Əgər perpendikulyarın proyeksiyasından danışırsa, demək artıq müstəvi üzərinə düşmür, başqa bir yerə düşür. Aydındır. 35. 35. A nöqtəsi tərəfi 6 olan bərabər tərəfli üstbucağın təpələrindən 6 cm məsafədədir. Baxın uşaqlar, demək A nöqtəsi bərabər tərəfli üstbucağın yenə uşaqlar bərabər tərəfli üstbucağı da fərq eləmir. Mərkəz onsuz bir dənədir. Hündürlüklərin, tənbölənlərin, medianların, daxilinə çəkilmiş xarici hamısının mərkəzi düz mərkəzdədir, yəni bir yerdədir. İndi deyir ki, bunun təpələrindən A nöqtəsi tərəfi 6 olan bərabər tərəfli üstbucaq. Tərəfi 6 olan bərabər tərəfli üstbucağın bütün təpələrindən də 6 cm məsafədədir uşaqlar. Bu bərabər tərəfli üstbucağın təpələrindən də 6 cm məsafədədir. Yəni arxa o birisi təpəyə də qədər məsafə 6-dır. İndi deyir A nöqtəsindən üstbucaq müstəvisinə qədər olan məsafəni. Bax bizdən bu endirmişik perpendikulyar. Onu istəyir bizdən. İndi təpələrdən danışırsa uşaqlar, biz həmin o endirilən nöqtəni tərəflə birləşdirməliyik, təpə ilə birləşdirməliyik. Təpə ilə birləşdirməliyik, təpə. Çünki bizə üstbucaq müstəvisinə aid olmayan nöqtədən təpələrə qədər məsafənidir. Biz burada düzbucaqlı üstbucaq harda yaratsaq tapa bilərik bunu. Təpəyə çəksək, mən bunu təpə ilə birləşdirsək, burada fikir verin bir dənə düzbucaqlı üstbucaq yarandı. Görün aydındır. İndi siz mənə deyin görün mərkəz nöqtəni təpə ilə birləşdirən böyük radiusdur, kiçik radiusdur. Böyük radiusdur, bəli. Təpəyə qədər məsafə. Çünki çevrə xaricdə olanda təpələrə toxunur. Daxildə olanda tərəflərə toxunur. Demək biz mərkəzi təpə ilə birləşdirəriksə, onda böyük radius olar. Bizə indi bərabər tərəfli üstbucağın xaricinə çəkilən çevrə radiusunun düsturu lazımdır. Necə idi? A köşkdə üst bölünsün 3. İndi altını qoysaq yerinə 6 köşkdə üst bölünsün 3. Bu nə verəcək? 2 köşkdə 3. 2 köşkdə 3 olandan sonra artıq biz məsafəni tapa bilərik. Mənim onu elə tapmaq da olar, aşağı perpendikular endirib. Bəli, perpendikular endirib, medianların kəsmə 2-1 nisbətində bölünür. Hündürlük çək, hündürlüyü 2-1 nisbətində bölsən, o 2 hissə olacaq böyük radius. Onda buradan Pifagor x kvadratı bərabərdir 6-nın kvadratı çıxılsın, 2 köşkdə 3-ün kvadratını yaza bilərik. 36 çıxılsın 12. 36-dan da 12 çıxanda 24, kök altında 24. 24 də nə vurulsun, nə yazarıq? 4 vur 4 vur 6, 2 kökdə 6 olacaq. Aydındır. Sonra 37. Müstəvidən 20 cm məsafədə olan nöqtədən bu müstəviyə müstəvi ilə 30 və 60 dərəcə uzaq gətirən 2 mail çəkmişdir. Proyeksiyaları qarşılıqlı perpendikulardır. Maillərin oturacaqlar arasında məsafədə. Uşaqlar, proyeksiyalarının qarşılıqlı perpendikular olduğunu deyir bizə. Demək, bayaq dedim, 2 dənə mail çəkilərsə, təsəvvür edin 2 dənə mail çəkilir, biri 30 dərəcəli uzağımə gətirir, biri 60 dərəcə uzağımə gətirir. Əgər bu formada çəkilsəydi, bunların proyeksiyaları 180 dərəcə uzağımə gətirərdi. Çünki ard-arda düzülərdi. Demək, bunların proyeksiyaları, proyeksiya nədir? Buradan perpendikular indirəndən sonra, təsəvvür perpendikular indirəndən sonra bu perpendikulardır, bunlar da bu ağ markerlər maillərdir.
proyeksiyalar bulardır. Bunun proyeksiyası budur, aşağıda qalan. Bunun proyeksiyası budur. Deyir ki, o yerdə qalan proyeksiyalar 90 dərəcə bucaq əmələ gətirir. Və bizə bunu deyir. Bu da o deməkdir ki, bizə onu bildirir ki, yəni bu formada çəkilməyib. Bir düz xətt üzərində çəkilməyib. Onda biz də demək, perpendikulyarı çəkdiyim mailin biri başqa bir tərəfə çəkilib, biri başqa bir tərəfə. Fikir verin elə. Burada 2 dənə üçbucaq yaranır. Deyir, yerdə yaranan kölgə, proyeksiyalar daha doğrusu 90 dərəcə bucaq altında kəsilir. Və bunu deyir bizə. Bu o demək ki, yəni əyiliblər də. İndi bizə deyir ki, biri müstəvi ilə 60 dərəcəli bucaq əmələ gətirir. Biri 30 dərəcə. Biri 60, biri 30 dərəcə bucaq əmələ gətirir. 2 dənə maildir. Müstəvidən 20 sm məsafədədir. Aha. İndi onda biz 30 dərəcəli bucaq qarşısına katetin Newton'un yarısı. Bura olacaq nə qədər? 40. 60 dərəcəli buradırsa 30 dərəcə buradır. Onda 60'ın qarşısında 20'dirsə A+3 bərabərdir 20. Bura bəli A+3 bərabər 20, yəni bura olacaq 20 bölünsün 3. Onda O da bura nə qədər bərabər olacaq? 20+3. İndi bizə nə deyir? Bizə deyir ki, maillərin oturacaqları arasında məsafəsidir. Bunu birləşdirib buranı tapacağıq biz. Qoy görsən buradan Pifagor teoremi x kvadratı bərabərdir 20 kökdə 3'ün kvadratı üstəgəl 20 bölünsün kökdə 3'ün kvadratı. Aha. Bu da nə verir? Necə saxlayıb bunu? 20'nin kvadratı nə ilə uşaqlar? 400. 400'ü çıxardan mötərizə xaricine. Qalır 3 üstəgəl 3'də 1. Elə eləyir də 3'dən 3'də 1. 400 vurulsun 3'dən 3'də 1. Yəni həqiqətən 3'dən 3'də 1 kimi saxlayır. Onda x bərabərdir 400'dən çıxır kök 20, 3'dən 3'də 1 qalır kökün altında. 20 kök altında 3'dən 3'də 1. Aydındır? 39. Baxın uşaqlar. Demək, baxın kvadrat deyir özü. Və şərtdə deyir ki, ABCD kvadratdır. Şəkilə bunu çəkib. Özü şərtdə deyir. Əsas imtahanda da uşaqlar. Əsas şərtdir. Ola bilər orada şəkil lap əyri düşsün. Heç fəzaya aid mövzu olmasın. Adi müstəvi aid mövzular. Şəkil biraz əyri düşəndən bərabər tərəfli üstüzaq deyər, bərabər tərəfli oxşamaz. Şərtdə nə deyir o da əsas. Bəzən uşaqlar götürür, deyir mən 90 dərəcə oxşuyur, 90 götürür onu. Elə şey yoxdur uşaqlar. Üstüzağın nəyə oxşamağının önəmi yoxdur. Orada şərtində nə deyirsə olur. Aydındır. Demək kvadratdan danışırsa uşaqlar 90 dərəcəni qeyd elədik, tərəfin bərabərliyini qeyd elədik. Burada bu nöqtədən deyir perpendikulyar qaldırılıb. Belə bir şəkil verir. İndi bizə deyir ki, ABC kvadratının, ABCD kvadratının B təpəsindən kvadrat müstəqil uzunluğu 6 olan BK perpendikulyarı qaldırır. Uzunluğu 6 olan BK perpendikulyarı qaldırmışdır. Kvadratın tərəfi 8 olarsa, kvadratın tərəfi 8'dir. Deyir KSD üçbucağının sahəsini tapın. KSD üçbucağının sahəsi. KS olur 10. Demək uşaqlar, bu kvadratın 4 tərəfi də bir-birinə bərabər. 8 isə 6, 8, 10. Bura Pifagor teoreminə görə 10 olacaq. Bir də məsələ burada nədir? Diqqət edin tanısın. Buradakı KSD üçbucağı necə üçbucaqdır? Düz bucaqlıdır. 90 Dəyər dərəcə. səsən? 90 dərəcə. Bəli. Demək uşaqlar, belə bir məsələ var. Əgər mailin bu kölgəsi var bu aşağısında. Deyək ki, bu perpendikulyar buradan çəkiləcək. Bu mailin, bu qaranın kölgəsidir, proyeksiyasıdır. Əgər mailin kölgəsi ilə 90 dərəcə əmələ gətirən müstəvin üzərində başqa bir düz xətt varsa, mailin özü də bundan, o kölgəsi ilə 90 dərəcə əmələ gətirən var deyir, mailin özü də ondan 90 dərəcə əmələ gətirəcək. Buradan çəkirəm, buradan daha dəqiq görünər. Demək, bu mailin kölgəsi bu düz xəttlə 90 dərəcə əmələ gətirir. Demək, bu mailin özü də fikir verilərək 90 dərəcə əmələ gətirir. Kölgəsi 90 dərəcə əmələ gətirir, özü də 90 dərəcə əmələ gətirir. Yadda saxlayın inşallah. Buna 3 perpendikulyar teoremi deyilir. 3 perpendikulyar. İndi inşallah. Onda biz burada bunun 90 dərəcə olduğunu bildik artıq. 2'də 1 AH. Bəli, 2'də 1 AH və yaxud da ki, katitlər hasinin yarısını deyil, düzbucaqlı üstbucaqda biz katitə hündürlük demirik də, elə katit adı var, katit deyirik. Bu katitlər verilibsə, onda düzbucaqlı üstbucaqlı sahəsinin katitlər hasinin yarısı olduğunu bilirik. Bu da 40 eləyəcək. Aydındır. Yaxşı.